Salam. Bu gün sözün fonetik xüsusiyyətlərinə 51-ci sualdan, yəni qaldığımız yerdən davam edirik. Deməli, 51-ci sualda inadkarlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. İnadkarlıq sözünün tələffüz forması inad, karlıq şəklində olur. Deməli, l samitinin çar qarşılığı yoxdur deyir. Ümumiyyətlə, baxıram bizdə samit, sait səs deyəndə tələffüzə baxırıq. Tələffüzə baxıram, tələffüzdə l samiti yoxdur. Deməli, bu cavab elə səhvdir, A variantı olur. 52-ci sualda sənətkarlıq sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir. Sənət, karlıq şəklində tələffüz olunur. Yəni l, r-ya, q-da x-ya keçir. Yenə səhv fikir istəyir. Ahəng qanununa tabe deyil. Sözün yazılışına baxıram. Bəli, tabe deyil, düz deyir. Yazılışı ilə deyilişi fərqlidir. Bəli, fərqlidir. 2 fərqli məqam var. Deməli, bunu da düz deyir. Tərkibində kar qarşılığı olmayan l samiti işlənmişdir. Mən tələffüzə baxıram. Ümumiyyətlə, tələffüzümüzdə l samiti iştirak eləməyibdir. Ona görə də elə səhv cavabımız C variantı olur. 53-cü sual. Sual işarəsinin yerinə uyğun gələn söz hansıdır? Yazılışı ilə deyilişi fərqlidir. Qarşılığı olmayan samit ilə bitir. Qarşılığı olmayan 4 samit işləmiş və vurğu ikinci hecadadır deyir. Gəlin baxaq. Ümumiyyətlə nadanlıq sözündə q, x olur tələffüzdə. Bunun da qarşılığı var. Ona görə C-ni çıxıram. Mənə qarşılığı olmayan samitlə bitsin deyir. Sədrlik sözünü də çıxıram. Yenə çünki x iştirik ilə bitir və bunun da qarşılığı var. Y. Yerdə qaldı A, B və D. Vurğu ikinci hecadadır deyir. Ümumiyyətlə lalə, nan, nən kimi tələffüz olunur. Ona görə bunların hamısının sonu n ilə bitir və n-nın da qarşılığı yoxdur. Və lalə vurğu qəbul eləmir. Vurğu qəbul eləmədiyi üçün vurğu burada, yəni bu samitlərin üzərinə düşür. Nəvazişlə sözündə 3-cü hecə olduğu üçün A variantını çıxdım. Qaldı B ilə-dir. Gəlin B-nin tələffüz formasını yazım. Nif, rətnən. Aha, deməli yazılışı deyilişi fərqlidir. Qarşılığı olmayan samitlə bitir, bəli, bitir. Qarşılığı olmayan 4 samit var. N, r və 2 dənə n var sonda, 4 dənə. Bunu da düz deyil. Elə doğru cavabımız B variantı olacaq. Yaxşı, bəs niyə D variantı olmur? Çünki burada qarşılığı olmayan 3 samit işlənib. Həvəslə h və lalə nən kimi olduğu üçün 2 dənə də n orada, 3 dənə qarşılığı olmayan samit olur. Bunu da çıxırıq. Doğru cavabımız olur B variantı. 54-cü sualda diaspor və ekoloji sözlərinin fonetik izahı ilə bağlı ortaq fikirləri istəyir. Gəlin tələffüzlərinə baxaq. Deməli, diaspor sözündə y artırılır. Diaspor. Ekoloji sözündə isə o aya çevrilir. Aha, indi bizə deyir ki, ortaq. Deməli, hər birində bir fərqli məqam var. Yəni, diasporda y artırılır, ekolojide o aya çevrilir. Biri götürdüm. 3 hecalıdır. Xeyr, ekoloji sözü 3 hecalı deyil. Ahəng qanunu pozulmuşdur. Bəli, hər ikisində 3 də ortaqdır. 2 dodaqlanmayan sait işlənib. Tələffüzə baxıram. Ekoloji sözündə 1 dodaqlanmayan, 2, 3 dodaqlanmayan var. Ona görə 4 də uyğun deyil. 5-də deyir, cingiltili samitlərin sayı kar samitlərin sayından çoxdur. Bəli, diaspor sözünə d, y, r 3 cingiltili, 2 kar, ekoloji sözündə 2 cingiltili, 1 kar var. 5 də ortaqdır. Doğru cavab 1, 3, 5 B variantıdır. 55-ci sualda deyir ki, verilmiş fonetik təhlilə uyğun olan sözü müəyyən edin. Deyilişi yazılışı 3 fərqli məqam olsun. Karlaşan cingiltili samit olsun. Ahəng qanuna tabe deyil. Açıq və qapalı saitlərin sayı eynidir. Kar və cingiltili samitlərin sayı bərabərdir. Aha.
Bizə deyir ki, ahəng qanununa tabe olmasın, amma fırlanmaq sözü ahəng qanununa tabedir. Savadsızlıq sözü də ahəng qanununa tabedir. Ona görə C və D variantlarını çıxıram. Açıq və qapalı saatlərin sayı eynidir. 11 illik sözündə 10 mı olur n, 1 illik. Yəni burda qapalı saatlər daha çoxdur. Ona görə B variantını çıxıram. Qaldı A-nan E variantı. Gəlin E variantının da tələffüzünü yazaq. İnad, çarıq. Aha. Deyilişi yazılışı arasında 3 fərqli məqam oldu. Bəli, D T-ya çevrildi, L R-ya, Q da X-ya çevrildi. Çarlaşan cingiltili samit var. Bəli, Q X-ya çevrilib. Ahəng qanunu onsuz tabe deyil. Açıq və qapalı saatlərin sayı İ, I qapalı 2, 2 dənə də açıq var. Bu da uyğundur. Elə deyəsən cavab budur. Çar və cingiltili samitlərin sayı bərabərdir. N, R. Bəli, 3 cingiltili, 3 çar samit var. Bəli, elə cavab E variantıdır. Doğru cavabı götürdük E variantı. 56-cı sualda deyir ki, klasteri tamamlayan fikri müəyyən edin. Deməli, müdafiə sözünün tələffüzü necədir? Müdafiə. Yəni həm i, ə birləşməsinə y artırılır, həm də a uzanır. Bizə tamamlayan deyir. Bir fərqli tələffüz məqamı var. Bəli, düz deyir. Bir y artırılır. A sait uzun tələffüz olunur, düzdür. İndi biz də düzü seçməliyik. 2 incə, 2 qalın sait işlənmişdir. Xeyr, burada bir dənə qalın A var. Ona görə A variantını çıxdım. 2 cingiltili bir çar samit işlənmişdi. M və D cingiltili, Y da cingiltili, 3 cingiltili oldu. B variantı da çıxıldı. Samitlərin hamısının çar qarşılığı var. M-nın qarşılığı yoxdur. Çıxdıq. Tərkibindəki saatlər qapalıdır. Xeyr, A açıqdır. Vurğu 4-cü hecadadır. Bəli, doğru cavabımız da elə bu qaldı. E variantı. 57-ci sualda fonetik xüsusiyyətləri nəzərə alaraq boş xanaya uyğun deyil, uyğun olmayanı deyir bizə. Yazılışı ilə tələffüzü fərqlənmir. Vurğusu 3-cü hecəyə düşür. Tərkibində qarşılığı olmayan samitlər var. Deməli, tərkibində qarşılığı olmayan samitlər var. Məsələn, A variantı baxıram, uyğundur. Ola bilər. Yazılışı deyilişi də fərqlənmir. Sonra və vurğusu da A-nın üzərinə düşür elə. Yəni ona görə A variantını çıxdım. Sonra uvertura sözündə deməli yazılışı deyilişi fərqlənmir. Vurğu bəli 3-ə düşür. Qarşılığı olmayan bəli R var. B variantında çıxdım, uyğundur. Sonra keçirəm C variantına baxmağa. Üniforma bəli yazılışı deyilişi fərqlənmir. Vurğu 3-ə düşür və qarşılığı olmayan N var, M var, R var. Bu da uyğundur. Ultimatum sözündə deməli, bəli, fərqli tələffüz olunma yoxdur. Vurğu da düşür A-ya. Tərkibində də M var, qarşılığı olmayan, D da uyğundur. Sonra keçirik menecer sözünə. Yazılışı deyilişi fərqlənmir. Bu doğrudur. Vurğusu 3-cü hecəyə, menecer sözündə vurğu əvvələ düşür, 3-cü hecəyə düşmür. Deməli, elə E variantı uyğun olmadı. Cavab oldu E. 58-ci sualda fonetik xüsusiyyətləri nəzərə alaraq boş xanaya uyğundur. Deməli, deyir ki, tələffüzündə 2 fərqli məqam olsun, vurğu 2 hecəyə düşsün, tərkibində 2 kar samit olsun, bütün hecalar samitlə başlasın deyir. Gəlin, rəng-bərəng sözünə baxaq. Rəng-bərəng sözündə tələffüzünü yazım. Rəng, bərəng.
Çünki birinci C-dən sonra samit gəlir Ç olur, ikinci C isə söz sonunda Ç kimi tələffüz olunur. İki fərqli məqam var, düzdür. Vurğusu ilk hecəyə düşür, rəng, bərəng. Bəli, bu da uyğundur. Tərkibində iki çar samit var. Bəli, 2 dənə Ç var çar samit olaraq. Bu da uyğundur. Bütün hecalar samitlə başlayır. Rəng, R, rəng, bə, rəng. Bəli, elə A variantı bizim doğru cavabımız olacaq. 59-cu sualda boş xanaya uyğun olmayan fikri istəyir bizdən. Yəni bunlara uyğun olmasın. Deməli, bütün hecalar samitlə başlayır. Pedaqogika düzdür, funikulyor düzdür. Aha, digərlərində də baxın bütün hecalar, sən P, P ilə başlayır samit, da, D ilə başlayır. Deməli A variantı uyğundur. Vurğulu hecada O hərfi A kimi deyilmir. Bəli, burda heç birində O A-ya keçmir. Yəni filarmoniya demirik, filarmoniya deyirik. Ona görə B variantı da düzdür. Vurğusu son hecəyə düşür. Pedaqogika vurğu burda son hecəyə düşmür. Elə uyğun olmayan cavab isə C variantı olur. 60-cı sualda boş xanaya uyğun deyil. Yenə eyni tip sual. Deməli, nisgil, nicah, kərkədan və kimyager sözlərini verib. Vurğu son hecəyə düşür. Nisgil, bəli, sona düşür. Nicah sona, kimyager sona, kərkədan, bəli, son hecəyə düşür. A variantı doğrudur, uyğundur. Tərkibindəki C samiti Ç şəklində tələffüz olunur. Xeyr, kərkədan sözündə məsələn C Ç-ya keçmir, kimyager sözündə C Ç-ya keçmir, nisgil olmur. Deməli, uyğun olmayan variant elə B variantıdır. 61-ci sualda boş xanaya uyğun deyil. Aha, deməli, sadiq, sabiq, şoranlıq və tədqiq sözlərini deyir. Deməli, sabiq sözünün tələffüz forması yazın burdan üstündən sabiq. Sadiq sözündə də sadiq şəklində olur. Şoranlıq və tədqiq sözü. Bəli. Tərkibində həm açıq, həm də qapalı sait var. Sadiq sözündə var A, İ, sabiqdə də var, tədqiq sözündə də var, şoranlıq sözündə də var. A düzdür. Yazılışı, deyilişi fərqlənir. Bəli, hər birinin yazılışı, deyilişi fərqli oldu. Vurğu son hecəyə düşür. Sadiq, bəli, hər birində son hecəyə düşür. Uyğundur. Son samiti K şəklində tələffüz olunur. Sadiq, sabiq, tədqiq sözlərində bəli, K kimi tələffüz olunur, amma şoranlıq sözündə Q X-ya keçir. Ona görə X kimi tələffüz olunur, K olmur. Deməli, uyğun olmayan, yəni variant olur D variantı. Sonra 62. Verilən fikirlərin hər üçünün aid olduğu sözü müəyyən edin. Yəni hər üçünün aid olduğu söz. Yazılışı ilə deyilişi arasında iki fərqli məqam olsun, saatlərdən biri uzun tələffüz olunsun, 4 cingiltili samit olsun deyir. Deməli, gəlin bunun hər birini, bu sözlərin tələffüzünü yazım sizin üçün. Nə, za, A uzanır, kətlə. Sonra qabiliyyət sözündə A uzanır, qabiliyyət, Y-nın biri düşür. Aha. Təcavüzkarlıq sözündə təca, A uzanır, təcavüzkarlıq şəklində olur. Şaxələnmək sözündə şaxələnmək, A uzanır. N, M-ya çevrilir.
Ç da xışdiriyə çevrilir. Fatehlik sözündə isə Fateh yenə A uzanır. Söz sonu xışdiriyə çevrilir. Aha. İndi yazılışı tələffüzü arasında iki fərqli məqam var deyir. Nəzakətlə sözündə var, amma qabiliyyət sözündə bir fərqli məqam var. B-ni çıxdıq. Təcavüzkarlıq sözündə də iki fərqli məqam var. Şaxələnmək sözündə də iki fərqli məqam var. Fatehlik sözündə də bir fərqli məqam var. Ona görə E variantında çıxırıq. Saitlərdən biri uzun tələffüz olunur, hər birinə aiddir. Cingiltili samit var deyir. Nəzakətlə 4 dənə cingiltili N, Z, N. Bəli, 4-dür. Elə A variantı hamısı da uyur. Gəlin digərlərinə də baxaq. Təcavüzkarlıqda C, V 2, Z, aha 5 oldu. Deməli bunu da çıxırıq. Şaxələnməkdə deməli L, M 3 oldu. Deməli D-ni də çıxırıq. Doğru cavabımız olur elə A variantı. 63-cü sualda verilən fikirlərin hər üçünün aid olduğu sözü müəyyən edin deyir. Yazılışı və deyilişi arasında 3 fərqli məqam var. Deməli şairlik sözündə bəli gəlin tələffüz formasını yazım. Şa, A uzanır, Y artırılır, L, R olur və sonda xışdirik. Gəlin baxaq görək. 3 fərqli məqam oldu, bəri oldu. Bir uzun tələffüz olundu saitlərdən, bəli, A uzun tələffüz olundu. 3 cingiltili samit işlənmişdi. Deməli Y, R 3. Elə A variantı uyğundur. Cavab olur A variantı. 64-cü sualda zəhimli sözünün səs tərkibi ilə bağlı səhvi müəyyən edin. Deməli, zəhimli sözünün tələffüz forması zəhimli bu şəkildə olur. Səhv istəyir bizdən. Ahəng qanuna tabedir, yazılışa baxıram, düz deyir. 7 səs var, tələffüzə baxıram. 2, 4, 6, 7, bəli, düz deyir. Vurğu ikinci hecadadır. Bəli, vurğu bura düşür. Liyə düz deyir. Bir açıq, bir qapalı sait səs var. Tələffüzə baxıram. 2 qapalı sait var, çünki i artırıldı. Deməli, səhv cavabımız D variantıdır. 65. Qəhərlənmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikirləri müəyyən edin. Gəlin yenə yazaq. Mütləq yazmaq lazımdır ki, gözümüzün önündə olsun. Qəhərlənmək. Aha. Deməli, L, R oldu, N, M oldu, Ç da xışdiri oldu. Deməli, yazılışı və deyilişi fərqlənir deyir, düz deyir. Bütün saitlər incə açıq dodaqlanandır. Xeyr, dodaqlanan deyil axı bütün hamısı. Deməli, 2 səhvdir. Samitlərdən 5-i cingiltilidir. Q, R, M. Düz deyir. İkisi kardır. Bəli, H və xışdiri kardır. Düz deyir. Kar samitlərin cingiltili qarşılığı var. Xeyr, H-nın cingiltili qarşılığı yoxdur. Səhv deyir. 4 hecalıdır. Vurğu sonuncu hecanın üzərinə düşür. Bəli, düz deyir. Vurğu maqməcə düşür. Deməli, 5 də düzdür. Düzgün istəyirsə 1, 3 və 5 E variantı olur. 66. Fədakarlıqla sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Deməli, fəda, A uzanır, fəda, karlıqla. Bu şəkildə olur. Yəni, A uzanır, L, R-ya, Q, X-ya, La-da nan kimi tələffüz olunur. Səhv istəyir. Sözdə kar cingiltili samit cütlüyü yoxdur. Deməli, düz deyir. Yoxdur. Yəni, kar cingiltili samit cütlüyü D, T, B, P belə bir şey olsun. Bunu düz deyir. 3 hecası cingiltili samitlə, 2 hecası isə saitlə bitir. Deməli, fədakarlıqla. Deməli, 3 hecası deyir cingiltili ilə bitir. Bir dənə kar bitir, bir də lıq cingiltili ilə bitir. Axı 2 hecası oldu. Deməli,
2 səhvdir. 5 hecalıdır. Vurğu 4-cü hecəyə düşür. Bəli, lalə vurğu qəbul eləmədiyi üçün l-qın üzərinə düşür 4-cü hecəyə, düzdür. Qarşılığı olmayan 4 samit işlənib. Deməli, r, n. Bunu da düz deyir. Orfoepiyası ilə orfoqrafiya arasında 3 fərqli məqam var. Deməli, nə oldu? L-r-ya keçdi 1. Q-x-ya keçdi 2. L yenə n-ya keçdi. Lanan kimi tələffüz olunur. Axıra da bir n artırıldı. Gördünüz, 4 məqam oldu. R, x, n və n. Deməli, 5 də səhvdir. Səhv cavab 2, 5 A variantı olur. 67. Çörəyotu sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün. Deməli, tələffüz forması çörək otu. Niyə y olur? Özündən sonra sait gəldiyi üçün daha doğrusu üzr istəyirəm. Sait gəldiyi üçün y olur. Samit gələndə çıxış dili şəklində olur. Düzgün çörək otu səhvdir. Biri çıxdı. Vurğu son hecanın üzərinə düşür. Deməli, düz deyir çörək otu. Səs tərkibi ilə hərf tərkibi fərqlidir. Düz deyir. Yazılışda ç-dır, tələffüzdə y-dır. Deməli, 3 də düzdür. Hecaları çörək, otu. Bəli, mürəkkəb sözləri ayrı-ayrılıqda ayırırıq. Deməli, 4 də düzdür. 3 kar 1 cingiltili samit işlənib. R, y cingiltili xeyir. 2 kar 2 cingiltili samit var. 5 səhvdir. Deməli, 2, 3, 4 doğru cavabımız olur. 68-ci sualda sərtlik sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri istəyir. Tələffüz forması necə olacaq? Sərt, dik. Yəni, lik şəkilçi dik kimi tələffüz olunur. Düzgün fikir istəyir. 2 hecalıdır. Bəli. Vurğu son hecəyə düşür. Bəli, vurğu likin üzərinə düşür. Deməli, 1 doğrudur. Kar samitlə başlayır s, kar samitlə bitir xışdirik doğrudur. 2 incə dodaqlanmayan açıq sait var. 2 incədir. Dodaqlanmayandır, amma i qapalıdır. Deməli, səhvdir. 2 cingiltili 3 kar samit var. 2 cingiltili d və r. 3 də kardır. S, t, x dirik düz deyir. 2 samitin qarşılığı yoxdur. Bir dənə r-nın qarşılığı yoxdur. Tələffüzə baxıram. Deməli, səhvdir. Düzgünü istəyirsə 1, 2 və 4-cü A variantı olur. 69-cu sualda coddaşmaq sözü haqqında tələffüzünü yazaq. Coddaşmaq. Yəni, l, d-ya çevrilir, qıda, x-ya. Səhv fikri. Hecaları samitlə başlayır, samitlə bitir. Düzdür. Ahəng qanuna tabedir, hamısı qalındır, düzdür. 4 cingiltili var. C, d, d, m. Bəli, 2 dənə də kar var, amma burada 1 kar yazıb. Deməli, səhv cavab C variantıdır. 70-ci sualda emosional sözünün fonetik xüsusiyyətləri ilə deməli, emosional, yəni onlar A-ya çevrilir və y artırılır. Yazılışı, deyilişi fərqlidir. Deməli, bunu düz deyir. Biri çıxıram, bizdən səhv istəyir. 3 cingiltili bir kar samit var deyir. Deməli, m, y, n, l. 4 cingiltili var, səhvdir. 2-ni götürürəm, B-ni də çıxdım. 2 dodaqlanan, 3 dodaqlanmayan var. Ümumiyyətlə, burada hamısı dodaqlanmayan olur. Deməli, 3 də səhvdir. 3-ü də götürəndə cavabımız olur C variantı. 71. Maarif sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Maarif, A-nın biri düşür.
və digəri uzun tələffüz olunur. Ahəng qanuna tabe deyil, düzdür. 5 səs 6 hərfdir, düzdür. A uzun tələffüz olunur, düz deyir. 2 hecalıdır. Yazılışa baxıram, 3 sait var, deməli 3 hecalıdır. Texnik sözünün fonetik xüsusiyyətləri haqqında səhv fikri istəyir. Texnik. Yəni bu şəkildə tələffüz olunur. Heç bir fərqlilik yoxdur. Səhv fikri istəyir bizdən. Hər hecanın tərkibində eyni sayda cingiltili samit var. Texnik, t, x, amma 2 dənədir burada. Amma digər hecada bir də n cingiltilidir, bir kardır. Deməli, bir səhvdir. Biri götürürəm. Ona görə variantları çıxdım. Sözdə 2 kar, 2 cingiltili samit var. Deməli, t, x, k kardır, 3 kardır. Bu da səhvdir. 2-ni də götürəndə doğru cavab olur. Elə E variantı. 73. Vicdan sözünün tələffüzü vicdan, yəni c, j kimi tələffüz olunur. Vurğu son hecanın üzərinə düşür, düz deyir bunu. 4 cingiltili samit işlənmişdi. V, j, d-nı düz deyir. Bizdən də səhv istəyir. Dodaqlanmayan bir incə, bir qalın sait var. Bəli, hər ikisi dodaqlanmır. Bir incədir, bir qalındır, düz deyir. Yazılışı ilə deyilişi fərqlənmir. Elə səhv də budur, çünki c, j-ya keçir, fərqlilik olur. Təbii sözündə təbii, yəni i düşür, i uzanır. 5 hərf 4 səs var, düz deyir. Ə incədir, açıqdır, dodaqlanmayandır. İ incədir, qapalıdır, dodaqlanmayandır, düz deyir. 3 hecalıdır, düz deyir. T kardır. Bəli, b cingiltilidir, düzdür. Vurğu birinci hecaya düşür. Xeyir, elə səhv cavab da budur. 75-ci sualda səcdə sözündə səcj olur, səcdə. Səhv fikri istəyir. 2 incə, açıq, dodaqlanmayan sait işlənmişdi. Bəli, ə açıqdır, incədir, dodaqlanmır. Yazılışı, deyilişi fərqlidir, düzdür. 2 kar var deyir. Xeyr, kar bir dənədir, s, 2 cingiltil var, j və d. Elə səhv cavab da C variantıdır. 76-cı sualda əlatsız sözünün fonetik xüsusiyyətlərində deməli, əlatsız şəklində tələffüz olunur. Deyir ki, 2 cingiltili, 2 kar samit işlənmişdi. L və z cingiltili, bəli, digər ikisi kardır, düzdür. 2 qalın, 1 incə dodaqlanmayan sait işlənmişdi. 2 qalın A və I, 1 incə Ə və dodaqlanmır, düzdür. Yazılışı ilə deyilişi fərqlənmir, elə səhv cavab C variantıdır. 77-ci sualda iqtidar sözünü iqtidar şəklində tələffüz olunur. Deməli, q, k olur. Bizdən səhv istəyir. Yazılışı, deyilişi fərqlənir, düzdür. Daha doğrusu biri çıxırıq, bizdən səhvi istəyir. Bir olan variantları çıxdım. 2 incə qapalı, bir qalın açıq var. 2 incə i var, qapalıdır, bəli. Bir qalın açıq A. Deməli, bunu da düz deyir. 2-ni də çıxdıq. Elə cavab qaldı B variantı. 3-cü sualda 76-cı sualda əlatsız sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Deməli, əlatsız şəklində tələffüz olunacaq. 2 cingiltili, 2 kar samit işlənmişdir deyir. Deməli, bəli, düz deyir. L, z cingiltilidir. 2 qalın, 1 incə dodaqlanmayan sait işlənmişdi. 2 qalın, bəli, A, I, 1 incə və dodaqlanmır. Yazılışı, deyilişi fərqlənmir. Xeyr, səhvdir, fərqlənir. 76-cı sualda iqtidar sözü, deməli, q olur, dar şəklində tələffüz olunur. Səhv fikirləri istəyir, yazılışı, deyilişi fərqlənir. Bəli, fərqlənir, bu düzdür, ona görə bir olan variantları çıxdıq. 2 incə, bəli, i, qapalıdır və bir qalın A açıqdır. Deməli, 2 də düzdür, 2-ni də çıxıram. Qalır doğru cavab 3, 5, B variantı.
Yəni 3 cingiltili bir çar samit var deyir. Xeyr, 2 çar var, k və t. Ona görə 3 səhvdir. 3 hecalıdır. Bəli, 3 hecalıdır. Deməli bu da düzdür və 5-i də götürürük B variantı. 78. Vaxtsız sözünün fonetik xüsusiyyətləri. Deməli, vaxtsız sözündə t düşür, vaxtsız şəklində tələffüz olunur və burada səhv fikir istəyir bizdən. A qalındır, dodaqlanmayandır, açıqdır. I qalın, dodaqlanmayan qapalı, düzdür. Vurğu son hecadadır, düzdür. X və sırçar, V, Z cingiltilidir, düzdür. Səslərin sayı, hərflərin sayı bərabərdir. Xeyr, səs azdır axı, orada t düşdü. Ona görə səhv cavab elə D variantı olur. 79-cu sualda çəmənlikdəki sözü tələffüz forması çəmənlikdəki şəklində olur. Yəni l-ya, k-da x-ya çevrilir. Yazılışı, deyilişi fərqlənir, düzdür. İncə saatlərin ahəngi var, düzdür. M, n, d cingiltilidir, ç, x, kardır, düzdür. 5 hecalı sözdür, bəli, 5 hecalıdır. Vurğu 3-cü heca, çəmənlikdəki. Xeyr, vurğu 3-cü hecaya düşmür. Deməli, səhv cavab elə D variantıdır. 80-ci sualda mənəviyyat sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri. Mənəviyyat sözü necə tələffüz olunur? Mə, ə uzanır, mənəviyyat, y da düşür. Və səhv fikir istəyirsəm, yalnız dodaqlanmayan saatlər işlənmişdir, düzdür. Deyilişi, yazılışı fərqlənir, bəli, düzdür. Ahəng qanunu pozulmuşdur. Mənəviyyat sözündə, bəli, i də var, a da var, pozulub. Vurğu sondadır, düz deyir. Səs və hərflərin sayı bərabərdir. Xeyr, bərabər ola bilməz, çünki y-nın biri düşür. Deməli, səhv cavab E variantıdır. 81-ci sualda ailə sözünün tələffüz forması A uzanır, Y artırılır. Səhv istəyir bizdən. 4 səs 4 hərfdən ibarətdir. Elə A variantı səhvdir. Çünki 5 səs var. Y səsi artırılır tələffüzdə. Təqsir sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Deməli, təqsir sözü tək sir şəklində olur. Yəni q, k-ya çevrilir. Ə incə, dodaqlanmayan açıq, i incə, dodaqlanmayan qapalıdır. Deməli, bu düzdür. 6 səs 6 hərfdir. Bəli, 6 səs 6 hərf şəklində olur. Daha sonra C variantında deyir ki, deyilişi ilə yazılışı fərqlənmir. Xeyr, fərqləndi axı. Dedik ki, təqsir sözündə q, k-ya çevrildi. Deməli, səhv cavab elə C variantıdır. Müfəttiş sözündə deməli nə baş verir? Müfəttiş. Yəni 2 t-dan biri d-ya çevrilir. Bizdən yenə səhv cavabı istəyir. M cingiltilidir, kar qarşılığı yoxdur, düzdür. Sait səslərin üçü də incədir. Ü, ə, i incədir, düzdür. Deyilişi, yazılışı fərqlənmir deyir. Xeyr, fərqləndi. Yəni t, biri d şəklində tələffüz olundu. C variantı olur cavab. Müvəqqəti sözünün tələffüz forması k olur, qəti. Yəni 2 q-dan biri k şəklində tələffüz olunur. Hecaları müvəqqəti düzdür. Vurğu 4-dədir. Bəli, düz deyir. Saatlərin hamısı incədir. Bəli, düz deyir. 9 hərf 9 səsdir. 4 cingiltili var deyir. M, V, q cingiltilidir. 3 oldu. K-la t kardır. Deməli, E variantı səhv cavab oldu. 85-ci sualda şairanə sözünün tələffüzü şa, a uzanır, yir, anə. Yəni, şairanə sözündə 2 uzanma var və y artırılır. Yazılışı, deyilişi fərqlənir, düz deyir. Tələffüzü ilə yazılışı arasında 2 fərqli məqam var. Xeyr, baxın, uzanma yazılış, deyiliş arasında fərq yaratmır. Sadəcə burada bir dənə y artırılır. Uzanmaları saymırıq, ona görə də cavabımız olur B variantı. 86-cı sual.
Yerindən sözü deməli yerindən şəklində tələffüz olunur və səhv fikir istəyir. Yazılış, deyiliş fərqlənir, düz deyir. Cingiltili samitlərdən yalnız ikisinin qarşılığı var. Y-nın qarşılığı var. Qalan heç birinin qarşılığı yoxdur. Elə səhv cavab da budur. Birinin qarşılığı var. X işləyirik Y-nınki. Digər dördünün qarşılığı yoxdur. Cavab olur B. 87-ci sualda dahiyanə sözünün deməli da uzanır dahi yanə. Bu ada uzanır. Yəni sadəcə 2 dənə uzanma var və düzgün olmayan istəyir. 7 səs, 8 hərf vardı, səhvdir, 1-i götürdüm. Ahəng qanuna tabe deyil. Bəli, A, İ var, tabe deyil. Yalnız qarşılığı olmayan samitlər işlənmişdi. Deməli, yalnız qarşılığı olmayan samitlər niyə ki, D-nın qarşılığı var, Y-nın qarşılığı var, 3 də səhvdir. Yazılışı ilə deyilişi fərqlənir, bu da səhvdir. Bayaq qeyd elədiyim kimi uzanma yazılış, deyiliş arasında fərq yaratmır. Ona görə deməli səhv cavabımız elə olur 1, 3 və 4 B variantı. 88-ci sualda vəsait sözü və sa A uzanır, yit şəklində olur. Deməli, bizdən istəyir düzgün fikirləri. Yazılışı, deyilişi fərqlənir, düzdür. Vurğu ikinci ecadadır, vəsait, xeyr, sondadır, 2-ni çıxdıq. Ahəng qanunu gözlənilib, bu da səhvdir, çıxdım. 2 kar 2 cingiltili samitdir, V, Y, cingiltili S-tı, kar. Deməli, bunu da düz deyibdir. Saitlərin ikisi açıq, biri qapalıdır. Bəli, bir dənə İ qapalıdır. Ə və A açıqdır, 5 də düzdür. Doğru cavabımız olur 1, 4 və 5-ci D variantı olur. 89-cu sualda köpüklü sözünün fonetik xüsusiyyətlərinə uyğun deyir. Deməli, köpüklü sözünün tələffüz forması köpüklü şəklində olur. Yəni K xışdiriyə çevrilir. Səhvi istəyir bizdən. 3 incə dodaqlanan sait var. Bəli, düz deyir. 3-ü də incədir və dodaqlanandır. A-nı çıxdıq. C səsinin kar qarşılığı olan 2 K işlənib. Mən tələffüzə baxıram. Tələffüzdə 1 K işlənib. Digəri xışdirikdir. Deməli, elə səhv cavab da B variantı olur. Lovğa sözünün fonetik xüsusiyyətləri ilə bağlı doğru fikirləri. Lovğa sözü elə yazıldığı kimi tələffüz olunur deyə yazmıram yenidən. Doğrunu istəyir bizdən. 5 səs 5 hərfdir, doğrudur. O və A qalın qapalı, A və O qapalı deyil, açıqdır. Deməli 2 səhvdir, 2 olanları çıxdım. Sözdəki L, V, Ğ cingiltilidir, düz deyir. 1, 3-ü götürürəm. Yazılışı tələffüzü fərqlənir, 4 səhvdir, çıxdıq. Vurğusun hecadadır, doğrudur. Deməli B variantı oldu cavabımız. 91-ci sualda oynayırıq sözü, deməli tələffüz olunur. Oynuyuruq şəklində tələffüz olunur. Deməli səhvi istəyir bizdən. Yazılışı ilə tələffüzü fərqlənir, 1 düzdür, 1-i çıxdım. Qalan saitlərin ahəngi gözlənilmişdi. Bəli, hamısı qalındır. Deməli 2 də düzdür, 2-ni də çıxdım. Bütün samitlər cingiltilidir, xeyr, X kardır, 3-ü götürdüm. 2 açıq, 2 qapalı sait var. Deməli 3 qapalı var. 1, 2, 3 U var sözdə. Deməli 4 də səhvdir. Səhv cavab istəyirsə B variantı oldu səhv. 1, 3, 4 yəni. 92-ci sualda oxşuyuram sözü, yenə tələffüz forması oxşuyuram şəklində tələffüz olunur. Səhv istəyir, vurğu 3-cü hecanın üzərindədir. Bəli, vurğu bura düşür. Çünki şəxs sonluğu vurğu qəbul eləmir. Qalan saitlərin ahəngi gözlənilmişdi. Bəli, düz deyir, hamısı qalındır. Yazılışı, deyilişi fərqlənir. Bəli, X şikar, Y-rımı cingiltilidir, düzdür. 3 açıq var deyir.
Burada açıq bir o'dur, bir də sondakı a. 2 açıq var. Bir qapalı yoxdur, 2 qapalı var. Oxşuyuram şəklində tələffüz olunur. Deməli, səhv cavab elə E variantıdır. 93-də təbiət sözünün fonetik xüsusiyyətləri ilə bağlı yanlışı deyir. Deməli, təbiət sözü təbiyyət şəklində tələffüz olunur və səhv fikri istəyir, yanlışı. Ahəng qanuna tabedir. Hamısı incədirsə, bəli, doğrudur. Bir olanları çıxdı. Vurğu ikinci heyecadadır. Xeyr, vurğu təbiət sondadır. Deməli, 2 səhvdir, götürürəm. Həm qapalı, həm açıq saatlər işlənmişdi. Həm açıq var, bəli, ə hərfi, həm qapalı var, i. Deməli, mən 3-ü çıxıram. Cingiltili bir dənədir, 2 dənə də kar var. Xeyr, 2 cingiltili var. Çünki y da artırdıq. Deməli 4-ü də götürdüm. Yazılışı ilə deyilişi fərqlənmir. Fərqlənir. 5-i də götürdüm. Səhv oldu elə 2, 4, 5 B variantı. 94-cü sualda fəaliyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi. Yəni burada y-nın biri düşəcək. Elə olduqda 4 hecalıdır. Bəli, vurğu 4-dədir, düzdür. O qalındır, dodaqlanmayan, açıq, incə dodaqlanmayan, qapalı, incə dodaqlanmayan, açıqdır. Düz yazıb hamısını. Deməli bu da düzdür. F-t kardır. Bəli, l-y cingiltilidir, düzdür. Bir samit yazılışından fərqli tələffüz olunur. Samitlərdə sadəcə y düşür. Deməli elə səhv cavab da D variantı olur. Sonra 95-ci sualda üstünlük sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri istəyir. Gəlin tələffüzünü elə buradan yazım. Üstünlük. Aha, deməli t d-ya çevrilir, l-nı ya, k-də xışdiriyə çevrilir. Düzgün fikirlər istəyir bizdən. Həm saitlərdən, həm də samitlərdən təkrar istifadə olunub. Deməli, bəli, ü saitdir, yəni təkrar var. 2 dənə də n var. Deməli, bir düzdür, elə biri götürdüm. Deyilişi ilə yazılışı fərqlənmir. 2 səhvdir, 2 olan variantları çıxdım. Biri də götürdüm deyə D-ni çıxdım. Ü incədir. Dodaqlanandır, qapalıdır. Bəli, düz deyir. 3-ü götürdüm. S, t, x, işdirik kardır. Amma burada t yoxdur. 4-ü çıxdım. Deməli, A da getdi. İncə saitlərin ahəngi var. Deməli, incə saitlər, bəli, ü incədir. Deməli, 5-i də götürdüm. Cavab olur C. 96. Şərait sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv cavabı. Şərait sözünün tələffüz forması şəra, a uzanır, yit şəklində tələffüz olunur. Deməli, ş və t samitləri kardır. R və y samitləri cingiltilidir, düz deyir. Tələffüzü ilə yazılışı fərqlidir, düzdür, y artırılıb. 6 hərf, 7 səsdir, bəli, səs artımı olub. Ə incə, açıq dodaqlanmayan, A qalın, açıq dodaqlanmayandır, düz deyir. Vurğu ikincidir, vurğu sona düşür. Deməli, səhv cavab elə E variantındır. Çəmənlik və odunluq sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Deməli, çəmənlik sözündə tələffüz forması çəmənlik şəklində olur, x-diri. Odunluq sözündə isə odunluq şəklində olur. Bizə deyir ki, səhv fikri istəyir bizdən. Hər iki sözdə uzanan saat yoxdur, düzdür. Birinci sözdə incə, ikinci sözdə qalın saatlərin ahəngi gözlənilmişdir, düz deyir. Birinci sözdə 2, ikinci sözdə bir kar samit var. Çəmənlik sözündə ç və x-diri 2, odunluq sözündə bir dənə x var, düz deyir. Hər iki söz üç hecalıdır, düzdür. Hər iki sözdə yalnız 2 samitin kar qarşılığı yoxdur. Deməli, çəmənlik sözündə 3 samitin kar qarşılığı yoxdur. Deməli, E elə səhv cavabdır. 98. Xoşniyyətli və xoşxasiyyətli sözlərin fonetik xüsusiyyətləri ilə bağlı səhvi istəyir. Deməli, xoşniyyətli sözündə sadəcə deməli l, d şəklində olur.
xoş niyyətdir. Yəni burada y qoşa y olduğu kimi qalır. Xoş xasiyyətli sözündə isə tələffüz forması belə olacaq. Xoş A uzanır, xasi y-nın biri düşür və xoş xasiyyətli olur. Yəni xoşniyyətlidə y sözün kökündə olduğu üçün düşmə olmur xoşniyyətli sözündə. İndi bizdən səhvi istəyir. Hər iki sözdə təkrar olunan samit var. Xoşniyyətlidə y var, xoş xasiyyətdə də x var, düz deyir. Hər iki sözdə ahəng qanunu pozulmuşdur. Xoşniyyətli pozulub, xoş xasiyyətli pozulub. Hər iki sözdə hərflərin sayı səslərin sayından çoxdur. Xeyr, yəni xoşniyyətlidə olduğu kimi qaldı. Yəni səs hərf səsi sayı eynidir. Ona görə səhv cavab elə C variantıdır. Neft çıxarma və neft təmizləyən sözləri yenə neft çıxarma sözündə yenə t-nın biri düşür. Neft təmizləyən sözündə də, yəni tələffüz forması yazın bura. Neft təmizləyən. Baxın bu şəkildə olur. T-nın biri düşür, təmiz l, d olur, ə-i-yə çevrilir. Bizdən səhv cavabı soruşur. Hər iki sözdə bütün hecalar samitlə başlayır. Neft çıxarma, neft təmizlə, yəni aha düzdür. Hər iki sözdə vurğu son hecanın üzərinə düşür, düzdür. Birinci söz 4, ikinci söz 5 hecalıdır. Neft çıxarma 4, neft təmizləyən 5-dir, düz deyir. Hər iki sözdə uzun sait yoxdur, düzdür. Hər iki sözdə kar samitlərin sayı bərabərdir. Deməli, neft çıxarma sözündə f, c və x 3-dür. 3 dənə də cingiltili var, düz deyir. Neft təmizləyəndə də n, m, z, d, y, xeyr, axı kar cingiltili olmadı. Neft təmizləyən sözündə bir dənə f və t kardır. Qalan hamısı cingiltilidir. Deməli, E variantı elə səhv cavabdır. 100-cü sualda fikirlərdən biri səhvdir. Atlas sözü yazıldığı kimi tələffüz olunur. Bəli, atlas, atlas. Akord sözü akord şəklində. Bəli, normalda k-da biz deyirik heç bir dəyişiklik baş vermir, amma akord sözü istisna sözlərdəndir ki, biri düşür. Bu da düzdür. Şəfəq, üfüq tipli sözlərə saitlə başlanan şəkilçi artırdıqda həmin sözlərin son samiti yazıldığı kimi tələffüz olunur. Bəli. İntonasiya və allegoriya sözlərində vurğu üçüncü hecəyə düşür. Bəli, düz deyir. Qanad açmaq və qanad çalmaq ifadələrində ilk sözün tələffüzü eynidir. Qanad açmaqda sait gəldiyi üçün d olduğu kimi qalır, amma qanad çalmaqda d-dan sonra samit gəldiyi üçün t kimi tələffüz olunur. Ona görə ilk sözün tələffüzü eyni deyil. Birində d olduğu kimi qanad qalır, digərində t olur. Səhv fikir də elə E variantıdır.